Herkes səhifə 32-yə baxsın. Gün rejimi yazılıb, burada gün rejimi. Bu dəftərə baxanda ağlınıza nə gəlir? Pis oxuyan uşaq, tənbəl şagird? Əslində yox. Bu, sadəcə öyrənmə çətinliyi olan bir şagirdin dəftəridir. O nə tənbəldir, nə də istəksiz. Sadəcə fərqli öyrənir. Fərqli öyrənmə halına disleksiya deyilir. Disqrafiya isə disleksiyanın bir növüdür. 96 nömrəli məktəbin ibtidai sinif müəllimi Təranə Mövsunova ilə məktəbdə bu kimi halların necə aşkarlanması və bu prosesdə müəllimin rolu barədə danışdıq. Disleksiya xüsusi öyrənmə çətinliyinin bir qoludur və oxuma çətinliyi deməkdir. Disleksiya normal və üstün zəka uşaqlarda görülür. Disleksiya əlamətləri bir çox uşaqda ola bilər. Ümumən disleksiya deyən zaman ağlımıza ilk gəlməlidir ki, bu bir gec öyrənmədir. Yəni uşaq yaşına uyğun öyrənə bilmir. Biz buna adətən necə deyirik? Yaşı ilə, yəni bioloji yaşı ilə öyrənmə yaşı üst-üstə düşmür. Məsələn, uşaq 1-ci sinifdə oxumağı bacarmalıdırsa, uşaq hələ də hərfləri birləşdirib heca yarada bilmir. Uşaq oxusa belə uydurub oxuyur. Tutaq da lalə yazılıbsa, əgər la hərfini görürsə, hecasını görürsə, artıq ona lamiyə deyir. Nə yazdım lövfiyə? İndi hər kəs desin. Bəs müəllim hansı əlamətlərə görə şagirddə disleksiyadan şübhələnə bilər? Hərf qarışdırırsa, məsələn, disleksiyalı uşaqlar B, D, M, B, M, B, sonra 6-ə, 3-ə, bax bu hərfləri, bu rəqəmləri hətta hərflərlə qarışdırdıqları çox olur. Bir də disleksiyalı uşaqlarda daha çox gördüyümüz güzgü əksi ilə yazmadır. Ən çox bunu görürük. Məsələn, E hərfi yazırsa 3 kimi yazır, Ə yazırsa 6 kimi yazır, yəni güzgü əksi ilə yazır. Biz eyni problemləri yazıda da görürük, eyni problemləri hesablamada da görürük. Mənim ən çox tətbiq etdiyim metodlar, əgər belə uşaqlar varsa, digər uşaqları da yormamaq adına və yaxud da onlara da nəsə aşılamaq adına, əvvəla bilirəm ki, disleksiyalı uşaqlara ilkin müdaxilə dinləmə bacarığından başlayır. Birinci dinləmə bacarığını çox gücləndirirəm. Dinləmə bacarığı da üçün müxtəlif oyunlar var. Məsələn, hə, yox oyunu, hansıdır oyunu, demə oyunu, heca oyunu. Bu tipli oyunları oynadıb, uşaqlarda heca anlayışını, sonra hərf qarışdırmanın biraz da dinləmə şəklində də aradan qaldırılmasına şərait yaradır. Verdiyim suala ya hə deməlisiniz, ya da yox deməlisiniz. Keçi ət yeyir, hə, yox? Hə. Disleksiyalı uşaqlar dərs zamanı tez-tez diqqətini itirir. Müəllimə görə onlar sinifdə ön sırada əyləşməlidirlər ki, diqqət daha çox onların üzərində olsun. Afərin sənə. Gördünüz nə qəşəng dedi?